Deməli 10-cu dərsdəyik. Artıq yəni Oriflovun giriş mövzuları demək olar ki, bitir. Yəni uzağı 2-3 dənə dərs qalıb. Bunlar da yekunlaşandan sonra Oriflov artıq sadə mövzuları bitir. Artıq digər daha önəmli mövzulara keçirik. Ola bilsin ki, artıq indiyə kimi olan dərslərdə DOM, yəni Depth of Market haqqında danışmışam, ideyanızda formalaşıb. Bu dərsdə amma ki, sırf ayrıca da bir bunun haqqında dərs olmalıdır. Bunun haqqında eyni zamanda irəlidə də dərslər var ki, DOM istifadə edərək potensial götürülə biləcək əməliyyatlarda nə kimi istifadə edə bilərsiniz? Yəni belə deyim, deyək ki, yaxşı DOM haqqında danışım, sonra buna baxarıq. Yəni Depth of Market DOM hazırda mövcud olan alış və satış limit əmrlərinin həcmlərini real vaxtda göstərən cədvəldir. Yəni ki, mikrosaniyələr içərisində əmrlər dəyişdi, onu göstərir. Tez-tez dəyişdi, onu göstərir. Yəni real zamanda yenilənən bir növ cədvəl kimi başa düşün. Və bir neçə qeydim də var əlavə buna. Hansı qiymət səviyyələrində nə qədər real alıcı və satıcı olduğunu görə bilirlər. Yəni likvidlik. Bu likvidliyin dərinliyidir bir növ, belə başa düşün ki, yəni harda nə qədər likvidlik var, bunu görmək üçün. Amma bu həqiqətən düzgünmü göstərir? Bazarda görünməyən limit əmrlərinin xəritəsini? Xeyr, bu tam göstərmir. Bunun sadəcə onların bizə göstərmək istədiklərini biz görə bilirik burada. Bir növ tam dəqiq absolute data deyil. Buradan yuxarıda da, buradan aşağıda da əmrlər var və bunlar daimi dəyişir. Çünki nəinki bunlar hələ də icra olunmamış əmrlər olduğuna görə ləğv oluna bilər, yeri dəyişdirilə bilər, dolmamışdan əvvəl ləğv oluna bilər, hansı ki bu spoofing adlanır. Yəni tam dəqiq absolute data deyil. Və yaxud da ona görə də həcm datası əsas güvənilir olan şeydir. Çünki həcm datasının içində uzağı bir qədər hedging həcm olacaq. Qalan həcm real həcm olacaq. Qalan həcm həqiqətən hərracın zonasını görməyə bizə kömək olacaq. Amma ki, hələ də icra olunmamış limit, yəni likvidlik güvəniləcək və onun üstündə qərar veriləcək bir faktor deyil. Deməli, DOM nədir? Yəni ki, qısa deyişlə hazırki qiymət buradır. Buradan yuxarıda olan qiymətlər ask, yəni pasiv satış limitləridir. Aşağıdakı isə pasiv alış limitləridir. Və bir də burada stop əmrləri olur, amma stop əmrləri limit əmri sayılmır. Niyə? Çünki qiymət bura gedəndə, deyək ki, bura siz buy stop qoyubsuz. Qiymət yuxarıya gedəndə buy stop özünü market əmri kimi aparacaq və avtomatik buy marketə keçəcək. Yəni yuxarı qiymətdə qiymət bura çatanda avtomatik alış market əmrinə keçəcək. Əgər burada siz shortda idinizsə, shortunuz burada bağlanacaq. Və yaxud da heç bir pozisiyada yox idinizsə, burada buy stop əmri avtomatik açılan kimi long əməliyyatına girəcəksiniz. Qiymət yuxarı qalxandan sonra longa girəcəksiniz. Və yaxud da deyək ki, satış. Deyək ki, istəyirsiniz ki, qiymət aşağı düşəndən sonra bura satılsın. Bu zamanda bura sell stop qoyursunuz. Sell stop əmrində isə və yaxud da long pozisiyasındasınız, sell stop qoyursunuz. Sell stop əmrində isə avtomatik sell market əmrinə keçəcək. Yəni bunlar o DOM-da görünmür. Bu DOM əsas, yəni bir növ passivlərin gözlədiyi qiymətlərdir. Hələ də icra olunmamış qiymətlərdir. Bu spread öz yerində. Bu da ki, yəni DOM-un fərqli formaları var. Müxtəlif platformalarda Smart DOM və s. deyilir. Yəni hər platformanın bir dənə TradingView-nun bir şey cəhəti var ki, DOM TradingView-nun özündə yoxdur. Çünki order datası ilə işlədilmir. Və DOM-un böyük bir avantajı da yoxdur eyni zamanda. Yəni DOM-un belə ekstradan böyük bir avantajı, nə bilim, burada likvidlik gözləyir. Ha, ora short açmalıyam. Elə bir dünya yoxdur, elə bir market yoxdur. Ya burada likvidlik var, bura doğru long açım, gəlim gözləyim likvidliyi götürsün, qayıdım short açım. Yəni elə bir market, elə bir dünya mövcud deyil. Yəni sizin o elə düşündüyünüz, xəyal elədiyiniz kimi market mövcud deyil. Əgər o elə olsaydı, olmazdı. Əgər o yol o qədər asan görünsəydi, bunu o qədər algoritmlər, o qədər sistemlər var ki, bunun uğrunda rəqabət gedir. Bu qədər rəqabətçi bir sahədir. Yəni bir-birlərinə, böyüklər bir-birlərinə qarşı da rəqabətdədir. Yəni o qədər halva olsaydı, o olmazdı. Əgər halva olsaydı market elə, market mövcud olmazdı. Hər kəs qazandısa da nə oldu? O trend olmalı axı bir tərəfdə.
Yəni ki, elə şey mövcud deyil ki, siz nə iləsə deterministik olub da artıq biləsiniz ki, hə hara gedəcək. Yəni burada likvidlik böyük görünür. Aha, bura long götürmək lazımdır. Burada short götürmək lazımdır. Bu iş ideyadır. Yəni bunlar burada görünən likvidlik hələ icra olunmamış likvidlikdir. Hələ icra olunmamış əmrlərdir. Bilmək olmaz ki, market ora yaxınlaşdıqca, yəni HFT əksəriyyəti HFT tərəfindən verilir. Yəni high frequency trading sistemləri. Qiymət bura yaxınlaşdıqca onlar buradakı əmrləri ləğv eləyə bilərlər, hansısa bir səbəbdən dolayı. Məsəl üçün alqoritmlər müəyyən edə bilər ki, qiymət burada spike yaşayacaq və yaxud da həcmə satıcılar daha çox təsir göstərəcək bu əmrləri doldurmasınlar ki, directional olmasınlar. Yəni nəsə bir səbəbdən sürətlə bunlar ləğv oluna bilər və qayıdıb da yenidən buradan verə bilərlər. Milli saniyələrin içində olacaq deyə bu siz onu hiss eləməyəcəksiniz. Bir də baxacaqsınız ki, şey tamamilə dəyişdi. Order bu tamamilə dəyişdi. Yəni ona görə depth of market müəyyən bir şeylərdə kömək ola bilər, bəli. Amma ki də atma tutmada yox, atma tutmada heç bir şey kömək ola bilməz. Bir dənə də başqa belə bir dom göstərim. Belə bir vəziyyətdə də görə bilərsiniz bəzi platformalarda domu. Məsələn, Topstep X-də belədir. Yuxarıda, yəni ask likvidliyi, yəni ki, bu hissədə olur. Hazırdakı qiymət buradır. Yəni daha doğrusu bax, bura hazırdakı qiymətdir. Bunun üstündə pasiv satış limitləri, aşağısına isə pasiv alış limitləri. Bu bid hissədə, bu isə ask hissəsində durur. Sonra siz məsəl üçün limit əmri atanda bura bir dənə klikləyəndə satış limit əmri bura atılacaq. Və yaxud da alış limit əmri atsanız bura atılacaq. Bu hissələr artıq buy stoplar, bu hissələr isə sell stoplar üçün olur adətən bəzilərində. Və yaxud da birbaşa girişlər üçün istifadə olunur. Bundan əlavə hamısına adətən düymələri olur. Yəni bütün platformalarda şərt o deyil ki, domlardan istifadə edəsiniz. Onsuz da ki, buy market, sell market üçün düymələr olur. Limit üçün də əlavə düymələr olur və yaxud da limit ərinə belə domdan girə bilərsiniz. Deyək ki, buradan birazca yuxarısını limit atırsınız, shorta girəsiniz. Qiymət bizə damız gəlir, belə tərpənən kimi ağır shorta girmiş olursunuz. Və yaxud da bir tık aşağısına buy limit atan kimi beləcə longa girmiş olur. Yəni ki, belə sadədir. Dom o qədər də yəni biraz gözəl səslənir. Yeni başlayanların xoşuna gələn bir şeydir. Dom, footprint, delta. Yeni başlayanları biraz ləzzət edən şeylərdir. Order flow. Bunlar amma ki, cheat kod. Yəni ki, birdən-birə cheat kod deyil. Açar, belə birdən-birə füsu atdın, tutdun da füsu qutardı. Sən bütün dataya əlin çatır, bütün yəni ki, hər şey əlin çatır və o deyil. Gerçək market datasına, yəni tam təmiz data göstərən şey mövcud deyil. Platforma mövcud deyil. Bütün platformalar uzaqbaşı məsələn üçün DX, deyək ki, DX fitdən data alacaq bəziləri isə ritmikdən alacaq. Bunlar da ki, eyni zamanda özlüyündə ayrı-ayrı data göstərəcəklər. Yəni absolute data göstərən bir platforma mövcud deyil. Hamısında sadəcə siz bunu istifadə etməlisiniz. Təqribiləşdirib kontekstinizə bir filtr qatasınız ki, məsəl üçün nə filtri deyə bilərsiniz ki, məsələn deyək ki, sizin onsuz da deyək ki, burada shorta girmək niyyətiniz var. Deyək ki, aşağıda normal paylanma zonası var. Bura gələcək irəlidə, narahat olmayın. Deyək ki, siz burada onsuz da ki, bir failed auction gözləyirsiniz. Məsələn deyirəm, uğursuz keçmiş rast ki, belə shorta girəsiniz. Bura çatanda siz görürsünüz ki, burada alıcılar, məsələn, alış əmrləri verməyə davam göstərirlər, amma hər dəfəsində scramble-lar bunun üstə. Alış verirlər, amma bu hissəyi, yəni görürsünüz ki, orada likvidlik biraz daha çoxdur. Potensial olaraq orada iceberg əmrini yedirmiş ola bilərlər. Satış limit əmrini, yəni icebergi yedirirlər yavaş-yavaş. Alıcılar bu qübbənin üstünə çıxa bilmirlər və bir növ burada ilişib qalırlar. Bu bir növ ideya verəcək ki, bəli, artıq bu aşağıdakı hərrat zonasında market daha çox tərpədəcək. Çünki buradan yuxarı getməyə yeri yoxdursa, burada uğursuz hərrat keçirilirsə üstündə növbəti olaraq hədəfi aşağıdakı hərrat zonasına qayıtmalı olacaq. Satıcılar biraz aktiv olan kimi qiyməti daha aşağıdakı likvidliyə çəkə biləcəklər. Alıcılar çəkə bilməsə, satıcılar çəkəcək. Yəni qiymətin belə bir random hərəkəti var. Məsələn, bu yerdə uzaqbaşı kömək ola bilər.
Yoxsa ay nə bilim, mən bu volume profile falan qoyum qırağa, açım belə domu böyüdüm. Ha 7 getdi, 7 qalxdı, 7 azaldı. Sənin beynin o qədər sürətli işləyə bilməz burada. O boyda alqoritmlərin saniyənin mində bir hissəsində elədiklərini sən burada kalkulyatorla yanında oturasan da tez-tez reaksiya verəsən, sürət verəsən. Sənə konkret birinci skelet lazım. Amma volume profile'dan sonra hə artıq bura gəlib də güvəndirəcək bir şeyi uzaqbaşı kontekstdə filtr kimi istifadə etmək olar. Yoxsa bunlar hamısı sadəcə şeydir, yəni təqribiləşdirilmiş datalardır və yaxud da hətta çox böyük bir hissəsi görünməyən datalardır. Ya nəzərə alın ki, siz non-professional tradersiniz. Institutional trader deyilsiniz. Əlinizdə böyük terminallar yoxdur, əlinizdə böyük data fitləri yoxdur. Onlara əliniz çatmır. Ona görə nə qədər ki discretionary tradersiniz, discretionary kimi davranıb da daha seçici olmalı, daha kontekstual olmalı, hansı ki daha yüksək win rate-ə fokuslanmalı, daha kiçik errorlərə fokuslanmalı və realistik olmalısınız. Çünki yadınıza saxlayın, böyük hərəkəti tutmaq ehtimalı çox azdır. Market böyük hərəkət eləmədən deyək ki, bir kiçik hərəkəti edibsə, market buraya gəldikdən sonra buraya gəlməyə də bilər, geriyə qayıda bilər. Amma fakt burasındadır, 100% ehtimalla buraya gəlibsə, buraya getməyə də bilər. Yəni siz burada longa giribsinizsə, hədəfiniz buradadırsa, stopunuz buradadırsa, siz marketin buraya qədər gələndə elə bir yanılğıya qapılırsınız ki, buraya qədər də gedəcək. Bu siz pozisiyada bir əməliyyata tool qoyubsuz deyə, long məsələn şey qoyubsuzsa bura, sizə o yanılğıyı verir ki, hə də getdi, mən bu stopu bura sıfıra çəkim, getdi daha. Mən bu işin ağasıyam. O zaman da nə olur? Yəni siz riyaziyyatı unudursunuz. Bu da gəlib stop olanda qayıdıb əksinə girəcəksiniz, sonra da gəlib hesab getdi. Riyaziyyatı birinci nəzərə almalısınız. Çünki market, həyat, qeyri-müəyyənlik sizin nə düşündüyünüzdən, nə elədiyinizdən, nə istədiyinizdən, nə inandığınızdan bunların hamısından yadınıza saxlayın ki, həmişə dediyim kimi qeyri-asılıdır. Qeyri-asılıdır. Böyük istəməkdəki bilərlər sizləri əzəcək olan şeydir. Böyük vuruşlar, bigger. Nəzərə alın ki, mən sizə deyirəm ki, qazanmağa başladığınız ilk, məsəl üçün 3-5 illik periodda siz aylıq 4 rəqəmli şeyləri o tərəfə çətin keçəsiniz. Realistik bunu yadınızda saxlayın. Yəni ki, villanı uzaqbaşı rentə götürə bilərsiniz. Ferrari'dir, Lamborghini'dir, bunları rentə götürə bilərsiniz, bəli, Dubayda video çəkmək üçün. Amma sahib olmaq haqqında biraz daha realistik danışsaq, hələ ki o şeyləri biraz şey eləmək lazımdır. Yəni ki, bu sahəni əsas iki şeylə əlaqələndirirlər. Bir neçə şeylə əlaqələndirirlər. Tradingin ən gözəl marketinq üsullarını, yəni ən gözəl yox, ən qeyri-etik marketinq üsullarını ələ atırlar. Hansı ki, başqa sahəni eləmirlər. Çünki niyə tradingə fokuslanırlar? Çünki bu daha asan öyrənilən bir şey kimi görünür, daha havalı kimi bir şey kimi görünür, daha rahat bir şeymiş kimi görünür. Yəni şirkət qurmaqdansa, şey eləməkdənsə, startup başlatmaqdansa, qrafikin qarşısına keçib xəttlər çəkmək daha rahat olar. Belə göstərirlər və bunu göstərdiklərinin də güvən qazanmaqdan ötürü birinci sport maşınları çıxarırlar. Birinci şeyləri budur. Ondan sonra sport maşınlarının yanında Burj Khalifa düşən videoları çıxardırlar. İkinci əsas şeyi budur. Burj Khalifa ilə video varsa, şəkil varsa, bu adam ola bilsin səhv çəkdim şəklini Burj Khalifanın, nəysə belə bir şey. Palma ağacları da eyni zamanda yanında düşməlidir. Bu da ekstradan traderlər çəkəcək bir şeydir. Sonra ola bilər ki, penthouse olsun və hovuz olmazsa olmazdır. Yəni hovuz olmadısa apar o traderi tulla. Gözəl bir dənə belə şey hovuz olmalıdır. Yaxşı olar ki, hovuzun içində də hər nəysə. Hovuz öz yerində. Ondan sonra gəldi fitness. Bax, fit. Belə bədən. Eyni zamanda traderin bədəni olmalıdır. Amma mən bədənini qazanan trader şey görməmişəm. Çünki bədənli olmaq o deməkdir ki, artıq sizin beyninizə gedən enerji,
Glukoza artıq daha çox əzələləriniz tərəfindən istehlak olunur. Yəni siz nə qədər yediyinizdən asılı deyil. Əksinə siz çox yesəniz var, əksinə bədən onu həzm eləməyə daha çox enerji sərf eləyəcək və daha çox bunlar əzələlərə göndərdiyinə görə qandakı oksigendir, qlukozdur, lazımlı maddələrdir, enerjidir, əzələlərə gedib də onları yeniləməkdir və s. bunlara sərf olunduğuna görə beyin damp qalır. Beyin damp qalır. Və bu da o səbəbdir ki, əslində ağıl tələb eləyən, beyin tələb eləyən sahələrdə görürsüz ki, uğurlu olan insanların əzələləri şey deyil. Əgər ki, məsəl üçün siz fitnesslə məşğul olacaqsınızsa, tradingi unudun. Tradinglə məşğul olacaqsınızsa, fitnessi unudun. Çünki bunlar bir-birindən çelişkili sahələr. Yox, əgər deyirsiniz ki, mən model olmaq istəyirəm, mən döyüşçü olmaq istəyirəm, mən idmançı olmaq istəyirəm, bəli, o zaman bu əzəllər sizə bu sahədə uğur qazandıra bilər. Fit bədən artıq, fit bədən də deməyim, fit bədən sağlam bədən mən hesab edirəm. Belə deyək ki, suni ehtiyac olmadan şişirdilmiş əzəllər deyək ki, bunlar bəli sizə müəyyən domenlərdə uğur qazandıra bilər, amma beyin istifadəli olunmalı şeylərdə, məsələn CEO-luqda, hansısa liderlikdə, hansısa beyin istifadəli olunan işlərdə, bunlarda dezavantajdır. Böyük bədənə çatdırılmalı olan, yəni ki, enerjini nəzərə alsaz, bu bir qədər dezavantajdır. Yəni avantajda, yəni həyatda pis ya da yaxşı bir şey yoxdur. Sadəcə bəzi yerlərdə avantaj və yaxud da bəzi yerlərdə dezavantaj olan şeylər var. Nəysə, yəni ki, bunlar belə palm ağacı, hovuz yaxşı olar ki, binanın başında olsun, Burj Khalifa şəkillərdə düşsün, bir də sport maşınlar düşsün, bir də ki, palm ağacları zat. Bunların da hamısının arxında nə yazılır? Yazıq qrafiklər. Yazıq qrafiklər. Bu da ki, yəni bu sahəyə bağlı yanlış inansın. Yəni belə deyim, ümumi şeylərə sorsaq bir neçə dərs qalıb. DevTop Market, ondan sonra da bir neçə deltadır və s. bunlar cumulative delta və value weighted average. Bunların nə olduğunu biləndən sonra artıq işin hoppanacağıq digər tərəfinə. Hərras teoreminin ikinci hissəsinə keçəcəyik. Hərras teoremin və order flow-un demək birinci hissələrini, girişlərini bu dərslərlə yekunlaşdırıb keçirik artıq ikinci parta. Ondan sonra order flow-un da ikinci partına keçəcəyik. Yəni artıq numerik şeylər üstündə olan absorption, exhaustion-dır, fading-dir, aggregation fade-dir, value area, migration-dır və s. bu kimi şeylər əsas oralarda olacaq. Overlap-dir, opening variantlardır və s. bu kimi şeylər. Gerikdə seriyanın artıq möhtəşəmik. Yəni 10-cu dərs, yox 9-cu dərsdəyik hardasa. 9 ya da 10 yadımdan çıxdı neçəniz. 10 olmalıydı. Möhtəşəm bir irəliləyiş deməkdir. Dərslərin 5də 1-i bitib sadəcə, amma artıq biz görün nə qədər şey öyrənibsiz. Yəni xeyli bir şey öyrənibsiz. Yəni bir neçə həftəyə də artıq başqa bir irəliləyiş görəcəyinizə inanıram. Belə sağ olun, növbəti dərslərdə görüşərik.